Salam əziz dostlar, bu videomuzda illüstratora şəkil import eləmək, yəni illüstratora kənardan hansısa bir şəkli gətirməyi, daxil eləməyi öyrənəcəyik. Ən birinci yolumuz File və Place. Place ilə olacaq, pəncərə açılır. Biz burada bir göbələk şəkli tapmışıq, onu seçirik və buradan Place eləyirik. Place eləyəndə kursorumuz bu formada olur. Əgər bir dəfə klik eləsək, şəklin piksel ölçüsünə görə illüstrator da onu belə böyük ölçüdə yerləşdirəcək. Təbii biz onu belə kiçildib istədiyimiz ölçüyə gətirə bilərik və yaxud da delete eləyək. File, Place, buradan şəkli yenə də seçirik və bu dəfə bir klik eləmirik, sadəcə klik eləyib dartırıq. İstədiyimiz miqyaslı ölçüdə saxlayıb, sonra buraxırıq, şəklimiz bura gəldi. Növbəti bir versiya daha asandır, yəni müvəqqəti işlər üçün bizi yola verə bilər. Browserdan istənilən bir şəklin üzərində Copy Image seçib, yəni şəkli buferə atıb, oradan yenidən illüstratora qayıdıb, Ctrl-V eləyirik, yenə də şəkil həmin o böyük ölçüsündə düşdü. Bu dəfə məcburuq biz onu kiçildək. Bu şəkilləri yan-yana qoyaq, Smart Guides-la bunu belə qəşəng bərabərləşdirək. Gəlirik Window və Links bölməsini, pəncərəsini açırıq. Gətiririk onu bura, artıq pəncərələrimizdən çıxırıq. İstənilən vaxtda biz onu Window-dan qaytara bilərik və gəlin baxaq. Bu birinci şəklimiz highlight oldu. Bu da bizim ikinci şəklimiz highlight oldu. Birinci gətirdiyimiz şəkildə bu aşağıdadır. Bir verirsinizsə, sizdə yəqin ki belə açılacaq və qarşısında bir link işarəsi var. İllüstrator bu şəkli öz indi yaranan faylın içində hələ ki save eləməyib, onun bir obrazını göstərir. Direktoriyasına baxmaq istəsək görəcəksiniz ki, location, C folderi, user, desktop, illustrator folderi və s. Təbii ki, burada onun göstəricilərini göstərir, ölçüsü və s. Amma biz buferdən atdığımız ikinci şəklə baxsaq, görəcəyik ki, başqa location-ı heç nəyə göstərmir. Çünki bu şəkil illüstratorun içinə embed olunub, yəni yapışdırılıb. Səhərsi gün əgər biz bu faylı save eləyib, başqa kiməsə göndərsək və o da bu faylı açmaq istəsə, bu birinci şəkil onda açılmayacaq, burada bir boş xana görsənəcək. Çünki bu şəklin orijinalı mənim öz kompüterimdadır. Kimsə coffee shopda oturub öz laptopu ilə əgər bu faylımı açmaq istəsə, onda bu şəkil olmayacaq. İllüstratorda şəkillə nəsə işləyəcəksinizsə və o şəkli göndərəcəksinizsə, kimsə yenə açsın eləsin, onda sizə məsləhət görürəm ki, şəkli burada link əgər gətirmisinizsə, gəlin bunu silək. Əgər şəkliniz linkdirsə, place vasitəsilə gətirilibsə, onda gəlin bura, buradan bunu eləyin. Aha, embed image. Embed image basırıq, avtomatik mənim bu şəklim oturdu illüstratorumun faylının içinə. Save eləyəndə illüstrator faylımın ölçüsü də artacaq və kiməsə göndərəndə də o rahat bu faylımı şəkillə qarışıq aça biləcək. İllüstratora şəkil gətirmək fərqli yollarını öyrəndik. Gələn mövzularda bu öyrəndiyimizin üzərində işləyəcəyik.